Salam, hər birimiz dünyanı özünə məxsus şəkildə görürük. Bəs bu gördüklərimizi, hiss etdiklərimizi başqalarına necə çatdıraq? Əlimizdəki ən güclü vasitə şübhəsiz ki, sözlərdir. Elə bugün gəlin birlikdə baxaq görək, ingilis dilindəki sözlərlə öz hekayəmizi, öz dünyamızı necə təsvir edə bilərik? Yaxşı, gəlin birbaşa bu sualla başlayaq. İngilis dilində öz dünyanızı necə təsvir edərdiniz? Bu sual əslində bütün bu izahımızın mərkəzində dayanır. Çünki bilirsiniz, məsələ təkcə söz əzbərləmək deyil. Əsas məsələ o sözləri bir alət kimi istifadə edib öz hekayənizi bütün rəngləri ilə danışmaqdır. Hər hekayənin bir baş qəhrəmanı olur, elə deyilmi? Bu hekayədə o qəhrəman sizsiniz. Ona görə də məntiqlidir ki, işə elə özümüzdən başlayaq. Gəlin baxaq, sizi siz edən o təməl məlumatlar hansılardır? Deməli, ilk sözümüz first name. Bu çox sadədir, sizin adınızdır. Yəni dostlarınızın, ailənizin sizi çağırdığı ad. Kimləsə tanış olanda adətən ilk dediyiniz şeylərdən biri budur. My first name is. Bax, bu sizin şəxsi hekayənizin ilk cümləsidir. Addan sonra təbii ki last name gəlir, yəni bizim soyadımız. Bu sizin hansı ailəyə mənsub olduğunuzu göstərir. Adətən rəsmi yerlərdə, sənədlərdə tam adınızı deyəndə istifadə edirsiniz. Yəni, first name və last name birlikdə sizin tam kimliyinizi, adınızı formalaşdırır. Yaxşı, bəs siz harada yaşayırsınız? Bu sualın cavabı isə sizin ədresinizdir, yəni ünvanınız. Bu, quru bir küçə adı, bina nömrəsi deyil əslində. Bu, sizin dünyadakı koordinatlarınızdır, evim dediyiniz yerdir. İndiki zəmanədə əlaqə saxlamaq üçün ən vacib şeylərdən biri nədir? Əlbəttə, phone number, yəni telefon nömrəsi. Bu rəqəmlər sizinlə əlaqə qurmaq üçün unikal bir koddur. Deməli, bax bu 4 şey, ad, soyad, ünvan və telefon nömrəsi sizin şəxsi tanıtımınızın təməlidir. Yaxşı, özümüzü təqdim etməyin təməlini qoyduq. Amma heç birimiz bir ada deyilik. Axı bizim dünyamız təkcə özümüzdən ibarət deyil, elə deyilmi? Bizi əhatə edən insanlar var, getdiyimiz yerlər var. Bütün bunlar bizim hekayəmizin bir parçasıdır. Gəlin bir anlıq düşünək, həyatımızı nə formalaşdırır? Home, yəni evimiz, school, məktəbimiz, family, ailəmiz, friend, dostlarımız. Bu sözlər əslində bizim gündəlik həyatımızın xülasəsidir. İndi gəlin bunlardan bəzilərinin içinə girək və mənalarını daha yaxşı anlayaq. Family, yəni ailə. Elə bir sözdür ki, arxasında bütöv bir dünya gizlənir. Elə deyilmi? Onlar bizim ilk müəllimlərimizdir, ən böyük dəstəkçilərimizdir. Öz hekayənizi danışanda ailənizdən bəhs etmək o hekayəyə bir istilik, bir səmimiyyət qatır. Friend, yəni dost. Dostlar bizim seçdiyimiz ailədir. Onlar bizim sirlərimizi bölüşdüyümüz, birlikdə güldüyümüz, bəzən ağladığımız, amma həmişə birlikdə böyüdüyümüz insanlardır. Həyatınızda dostların olması dünyanıza sanki yeni rənglər qatır. School, yəni məktəb. Bəlkə də çoxumuz üçün bu sadəcə dərs keçirilən bir binadır. Amma əslində daha çoxudur. Bura bizim sosiallaşdığımız, yeni dostlar tapdığımız, gələcəyə hazırlaşdığımız bir məkandır. Və məktəb deyəndə ağla dərhal iki vacib insan gəlir. Onlardan birincisi teacher, yəni müəllim. Onlar bizim yol göstərənlərimizdir. Təkcə riyaziyyatı, tarixi deyil, bəzən həyatı özünü öyrədirlər. Hər kəsin yaddaşında iz buraxan bir müəllimi mütləq var, deyilmi? Və ikincisi, əlbəttə ki, student, yəni şagird. Bu, sadəcə məktəbdə oxuyan biri demək deyil. Əslində, siz, mən, biz hamımız ömür boyu bir şagirdik. Çünki həmişə yeni bir şeylər öyrənirik və bizi inkişaf etdirən də məhz bu öyrənmə arzusudur. Yaxşı, bu ana qədər nə etdik? Dünyamızdakı insanlara, yerlərə ad verdik. Amma bir düşünün, hekayəni maraqlı edən təkcə kim və harada deyil, həm də necə sualıdır. Yəni, onlara qarşı nə hiss edirik? Bax, indi söhbətə biraz emosiya, biraz rəng qatmağın vaxtıdır. Gəlin bir nümunəyə baxaq, bu çox maraqlıdır. Təsəvvür edin, dostunuz sizə yeni bir mahnı göstərir. Bəyəndiniz, deyə bilərsiniz ki, it's good. Yəni, yaxşıdır. Amma əgər çox bəyənsəniz, onda deyərsiniz, it's great, yəni əladır. Yox, əgər mahnı sizi lap heyran edibsə, o zaman it's awesome deyəcəksiniz. Möhtəşəm, görürsünüz, düzgün sözü seçmək hissinizin gücünü tam olaraq çatdırır. Növbəti sözümüz favorite, yəni sevimli. Bu sözün xüsusi bir gücü var. Çünki o, bir çox seçim arasından yalnız birinin sizin üçün ən xüsusi olduğunu deyir. Məsələn, sizin favorite bookunuz, yəni sevimli kitabınız, sizin haqqınızda çox şey deyir. Bu, sizin şəxsiyyətinizin bir parçasıdır. Və gəldik ən gözəl hisslərdən birinə, happy.
yəni xoşbəxt. Yəqin ki, hamımızın həyatda axtardığı ən əsas hiss budur. Öz dünyanızdan danışanda sizin nələrin xoşbəxt etdiyini demək hekayənizə çox müsbət bir enerji qatır. Məsələn, spending time with my friends makes me happy. Deməli, artıq özümüz haqqında, ətrafımızdakılar haqqında danışmaq və hətta hisslərimizi ifadə etmək üçün bir sıra sözlərimiz var. Bu, bizim kiçik, şəxsi dünyamızın təsviridir. Amma bilirsiniz, bu şəxsi dünya bir boşluqda mövcud deyil axı. Gəlin indi bir addım geri atıb daha geniş bir mənzərəyə baxaq. Dediyimiz kimi heç birimiz tək bir adada deyilik. Hər birimizin o şəxsi dünyası əslində daha böyük bir puzzle'ın kiçik bir parçasıdır. Bu puzzle cəmiyyətdir, ölkədir, mədəniyyətdir və bu böyük mənzərəni təsvir etmək üçün də bəzi açar sözlər var. Məsələn, country, yəni ölkə. Bu bizim evimiz, vətənimiz, aid olduğumuz torpaqdır. Hansı ölkədən olduğumuzu demək kimliyimizin fundamental bir hissəsidir. Çox sadə bir cümlə. I am from Azərbaycan, amma arxasında böyük bir hekayə daşıyır. Sonra gəlir culture, yəni mədəniyyət. Mədəniyyət nədir? Bu, bir xalqı bir-birinə bağlayan görünməz tellərdir. Onların musiqisi, yeməkləri, adət-ənənələri, bayramları. Məhz mədəniyyət bizim dünyaya necə baxdığımızı formalaşdırır və bizi başqalarından fərqli, unikal edir. Və nəhayət, community. Bu sözü cəmiyyət, icma kimi tərcümə edə bilərik. Bu, yaşadığınız məhəllə də ola bilər, işlədiyiniz kollektivdə, hətta eyni hobbini paylaşdığınız insanlar qrupu da bir communitydir. Bir cəmiyyətə aid olmaq, biz deyə bilmək, insana çox güclü bir mənsubiyyət hissi verir. Beləliklə biz özümüzdən başladıq, ailəmizdən, dostlarımızdan danışdıq və daha böyük mənzərəyə, ölkəmizə, cəmiyyətimizə qədər gəlib çıxdıq. Tam bir söz səyahəti oldu. Amma dostlar, burada çox vacib bir məqam var. Bütün bu sözləri öyrənmək, bilmək sadəcə birinci addımdır. Əsl irəliləmək, məsəl güc, o sözləri cəsarətlə istifadə etməyə başlayanda ortaya çıxır. Və indi növbə sizdədir. Gəlin bir anlıq düşünək, bugün dünyanızı təsvir etmək üçün istifadə edəcəyiniz ilk ingiliscə söz hansı olacaq? Bəlkə də sevimli mahnınızdan danışacaqsınız. My favorite song deyəcəksiniz. Ya da sizi xoşbəxt edən bir anı xatırlayıb I was so happy deyəcəksiniz. Fərqi yoxdur. Əsas odur ki, başlayasınız. Unutmayın, seçim sizin, sözlərsə artıq sizin əlinizdəki güclü alətlərdir. Buyurun, istifadə edin.